Bugün bazar günüdür və növbəti həftə artıq birinci kursun son həftəsidir. Və ona görə də bütün seminarlar, kolloquiumlar hamısı bu həftəyə yığışıb. Ona görə biraz kritik bir həftədir. Yəni bu həftə elədiklərim mənim giriş balıma çox təsir edəcək. Məsələn, birinci gün məhkəmə sistemindən kolloquiumum var. İndi ona hazırlaşacağam. Burada gördüyünüz kimi 6 sual var və mənbələr var. Əslində suallar asandır, yəni o qədər çətin deyil. Amma mənbələrin sayı biraz çoxdur. Bunu bir-bir oxumaq istəyirəm. Deməli, ümumi qeydlərimi götürdüm. Bəzi şeylər hələ yazmamışam. Link olaraq Wikipediyanı qoyub. Burada elə belə oxuyurdum Konstitusiya Məhkəməsi haqqında bir Wikipedia, yəni bunu atıb. Və burada hakimlərin tərkibində Rövşən İsmayılovu gördüm və Rövşən İsmayılov bizim həmçinin Konstitusiya hüququ dərsinin mühazirə müəllimidir. Yəni bunu da demək istədim ki, yəni Rövşən müəllim bizə dərs deyir. Deməli, birinci gün axşamıdır və tarix oxuyuram sabahki kolloquium üçün. Burada gördüyünüz kimi qeydləri yazmışam. Daha sonra gördüm ki, bu mənim çox vaxtımı alacaq. Ona görə dedim ki, elə mən kompüterdən oxuduqca belə bu əsas yerləri belə burada rəngli şeylərlə belə altından xətt çəkmişəm, bura əsasdır və s. Çünki yəni yazdıqca onsuz da çox vaxt gedir. Ondan sonra elə belə əsas yerləri qeyd edeyim. Deməli, nəhayət evdəyəm. Tarixdən bugün kolloquium oldu. İkisindən də 10 aldım və tarix girişim 50 oldu. Şükürlər olsun. Sabah dərsim yoxdur, amma sabahları mən nəzarətçiyəm. Bir köründə nəzarətçi olacağam. Oradan da yəni ki, videolar çəkəcəm əlimdən gəldiyi qədər. Daha sonra 4-cü gündə xidiyyat kolloquium var, amma onu sabah oxuyacağam. Bu günləri nə edirəm? Bu günləri mən uşaqlar imtahan suallarını oxumağa başlayıram. Niyə görə indi tez başlayıram? Çünki mən artıq gələn həftədən ədliyyədə işə başlayıram. İşə başlayıram deyə yəni könüllü fəaliyyətim başlayır və o da həftədə 5 dəfə getməliyəm, 4 saat və çox uzun bir müddətdir. Ona görə mən imtahan və yay periodunda da gedəcəm. Yəni mayın axırı iyul, bir də avqust. Yəni ədliyyədə belə bir tələb var da. Ona görə mən imtahan vaxtlarında da gedəcəyimə görə çox pis olacaqdı. Ona görə indidən başlamışam oxumağa. Gördüyünüz kimi hal-hazırda məktəbə yaxınlaşıram. Nəzarətçi olacağam. Bilmirəm tam olaraq proses necə olur, amma heç birini keçirməyə qoymayacağam. Həqiqi mən də çox ciddi olacağam. Çünki indidən onları semestr imtahanlarını öyrəşdirməliyəm. Həm də dələtli olmalıdır hər şey. Bugün 3-cü gündür və sabahları xidiyyatdan kolloquiumum var. Burada 16 dənə şəkil görürsünüz. Hər birində 10 dənə söz var. Yəni ümumi 160 söz öyrənməliyəm. Mən buranı seçəndə çox daha güzəşli olacağını düşünmüşdüm, amma gördüm ki, bir o qədər də fərqli deyilmiş. Sevirəm buranı.
bura gələ bilərsiniz. Şübhəli. Birinci kurs haqqında onu fikirləşirəm ki, ümumilikdə ilk adaptasiya prosesi biraz vaxt alsa belə maraqlı olur. Həqiqətən də yəni yeni mühitdə olursan, düzdür, biraz ümumiyyətlə həyatı sorğuluyursan ki, bura haradır, mən hara düşmüşəm. Amma ki, müəllimlərə də adaptasiya olduqca maraqlı, gülməli hadisələr çox baş verir. Düzdür, birinci semestr daha maraqlıydı, ikinci semestr müəllimləri biraz daha elmə meyillidirlər, bəziləri xüsusilə sıxmaq üçün eləməkləri eləyir. Ehtiyatlı olun. Ümumiyyətlə maraqlıydı, yəni hüquqla bağlı çox şey öyrəndim və baxmayaraq birincisi kursu dəhşət bir baza yarandığını fikirləşirəm. Son gördüyünüz video bizim universitetdə dərs olaraq getdiyimiz birinci kursda son videoydu. Ondan sonra isə iyunun 3-dən başlayaraq artıq imtahan sessiyası davam edirdi. İyunun 24-nə kimi. Həqiqətən qısa bir müddət kimi görünsə də o qədər uzun və çətin keçdi ki, mən həmin dövrdə nə video seçə bildim, nə də başqa bir şey. Ancaq dərslərlə məşğul oldum. Həm fənlərin çətinliyinə görə, həm də müəllimlərin çətinliyi və kaprizliklərinə görə. Həqiqətən bu dövrdə çox çətinlik yaşadım və yəni həyatımda yaşamadığım stresi bu dövr, bu iyun ayında yaşadım. Amma şükürlər olsun ki, nəticələr yaxşıdır. Əziyyətlə də olsa birtəhər idarə edə bildim bu semestrə. Və indi siz bu videonu yəqin ki, ayın 25-i izləyəcəksiniz. Biz isə 24-ü son imtahanımızı verdik və həmin gündə qrup yoldaşım Həcərin ad günü idi. Biz də bufetdə yığışdıq və ümumi şəkildə birinci kursun son videosunu çəkdim. İndi o videonu da paylaşmaq istəyirəm və beləliklə bu videonun da sonuna gələcəyik. Salam. Hər vaxtınız xeyir olsun. Salam. Bir gün bu uşaqlar universitetin birinci kursunu bitirir. Aferin. Bəli. Çox gözəl. Həcər, inşallah bu il ərzində tortunu kəsəsən. Birinci kurs bitdi, özünü necə hiss edirsən? Bir də 6 ay sonra imtahan. 9 ay sonra imtahan verəcək. 8 ay. Fikirlərinizi alalım. Çox yoruldum. Hava çox istidir. Həqiqətən çox yoruldum. Bu ayda mən yorulduğum qədər çox yorulmamışam. Fikirlərinizi alaq Ənvər. Şahin müəllim olmasaydı çox əla semestr. Bir semestr yaxşı keçdi, sürətli keçdi. Əlaçı ola bilmədim yenə, eybi yox. Əsas vətən sağ olsun. Zəfər. Çox mükəmməl keçdi, hər şeydən razıyam. Və hər fəndən 50 alsam mən də razı olaram. İnşallah. Məğrur. İnşallah. Bəli. Fəridə sözlərimi alalım. Plan göstərirsən. Göstər, çəkdim onu videoya. Bu Fərdənin ad gününə alınmış hədiyyədir. Fərdənin uşaqlığının simvoludur, bəli. Mutluyam. Fərdə də bu semestr oruç açıb hər fəndən 50 alır. Bəli, partlatmışam. Konsiya necə idi? Konsiya, ümid edirəm ki, 50 olar. Nərmin? təəssüratlarım var ki, çox əyləncəli bir oldu. İmtahan çətin, çox stresli oldu. İşte belə, tarix imtahanı, insan Həqiqətən. Amma bir deyim ki, çox gözəl idi. Nəhayət videonun sonuna gəldik. Ümid edirəm videonu bəyəndiniz. Mən də qısaca öz fikirlərimi deyim. Tam videoda deyə bilməmişəm. Həqiqətən birinci kurs çox tez keçdim. Amma həqiqətən çox yoruldum. Birinci semestr yaxşı və relaks keçsə də, ikinci semestr haqqında heç eynisini deyə bilməyəcəm. Həm istər semestr boyu, istər semestr imtahanları həqiqətən çox çətin idi. Amma nəhayət bitdi. İkinci kursda da inşallah daha yaxşı olar. Növbəti kursda da daha hər birimizə uğurlar arzulayıram. Videoya bəyənməyi və kanala abunə olmağı unutmayın. Şərhdə yazsaz video ilə bağlı sevinərəm. Növbəti videoda görüşmək ümidi ilə. Hələlik.